Mağazaya gətirilən unun birinci gün 20% satıldı. İkinci gün satılan unun miqdarı birinci gündəkinə 25%, üçüncü gün isə ikinci gündəkindən 20% çox olmuşdursa, 3 gün sonra onun hansı hissəsi satılmamış qalmışdır? Onun hamısını 100% qəbul etsək, 20% birinci gün satılıbsa, ikinci gün bunun 25%, yəni 20-nin üzərinə 20-nin 25%-ini gəlirik. 20 vurulsun 25 bölünsün 100. Və bu da bizə verir 25. Bu ikinci gün. Üçüncü gün isə ikinci günə nisbətən 20% çox. Yəni 25% ikinci gün satılıbdır. Bunun da üzərində 25-in 20%-ini gəlirik. 25-i 20-yə vurub 100-ə bölsək, bu da bizə verəcək 25 üstə gəlsin 5, yəni 30%. Beləliklə birinci gün 20%, ikinci gün 25%, üçüncü gün isə 30% əgər satılıbsa, deməli ümumilikdə satılan faizləri toplasaq 75% edir. 75% satılıbsa 100 çıxılsın 75, bu da eləyir 25% qalan. 25% əgər qalandırsa, satılmamış, yəni qalıbdır. 25%-i bölürük, ümumi hamısı 100% idi. 100%-i bu da verir bizə 4də 1. Deməli doğru cavabımız 4də 1.